Julius Wagner Yaurıq 7 mart 1857-ci ildə Avstriyada zadəgan ailəsində doğulub. Viyana Universitetində tibb təhsili aldıqdan sonra tədqiqatlarını psixiatriya və sinir xəstəlikləri sahəsində davam etdirmişdir. Birinci Dünya müharibəsi dövründə psixoloji sarsıntı keçirdiklərini iddia edən əsgərlərin yalanlarını sübut etmək üçün onlara qarşı elektroşok müalicəsi tətbiq etmişdi. Bu, böyük sayda əsgər ölümünə səbəb olmuşdu. Müharibədən sonra Sigmund Freud bu məsələyə qarışıb onu cinayət məsuliyyətindən azad etmişdi. Həyatının sonuna doğru nasist ideologiyasının təsiri altına düşən Wagner Yaurıq həm də Yevgenika tərəfdarı idi. Wagner Yaurıq psixik xəstəlikləri qızdırma yaratmaq yolu ilə müalicə etməklə məşğul olmuşdur. Qızdırma yaratmaq üçün o müxtəlif mikroblardan istifadə edirdi. 1917-ci ildə neyrosifilisi müalicə etmək üçün xəstəni malyariya paraziti ilə yoluxdurmuşdu. Temperatur immun sistemi aktivləşdirir və sifilisin müalicə olmasına kömək edirdi. Malyariyanı isə daha sonra xinin adlı dərmanla müalicə edirlər. Hal-hazırda bu müalicə üsulu köhnəlmiş və istifadə olunur. 1927-ci ildə fiziologiya və tibb sahəsində Nobel mükafatı psixiatrik xəstəliklərin, xüsusən də sifilis demensiyasının müalicəsində malyariya ilə yoluxdurma müalicəsinin tətbiqinə görə Julius Wagner Yaurıqa verildi.